Hazırda Abşeron rayonu Güzdəy qəsəbəsində daş karxanalarından birindəyik, ərazisindəyik. Bəli, ərazidə yüzlərlə daş karxanası var və növbəti dəfə daha bir faciə baş verib daş karxanasında. Niyə növbəti dəfə, niyə daha bir deyirəm? Çünki dəfələrlə sosial şəbəkələrdə, sosial mediada, saytlarda, xəbər saytlarında biz özümüz televiziya vasitəsilə məlumat verdik ki, daş karxanasında faciə baş verdi, kimsə xəsarət aldı, dünyasını dəyişdi, ayağını itirdi və daha bir faciə baş verib. Daş Güzdəy qəsəbəsində, karxanada 65 yaşlı Rabil Zərbəliyev burada çalışarkən ayağı qurğuya düşüb və sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xəbərin izi ilə gəldik Güzdəy qəsəbəsindəki daş karxanalarından birinə. Hazırda olduğumuz bu ərazidə karxanadakı vəziyyəti göstərməyə çalışacağım sizə, tamaşaçılarımıza. Arif, zəhmət olmasa göstər karxanadakı vəziyyəti. Burada olduğu kimi bir çox daş karxanalarında vəziyyət belədir. Hələ də Sovet dövründən qalma texnikalardan istifadə olunur. Hansı ki, bunların artıq istifadə müddəti bitib, istismar müddəti bitib. Hələ də bu karxanalarda istifadə olunur və vəziyyət də belədir ki, vətəndaşlar müəyyən qədər pul qazanmaq istəyirlər, gəlirlər, çalışırlar. Azərbaycanın müxtəlif bölgələrindən, müxtəlif yerlərindən gəlib çalışırlar. 5-10 manat pul qazanmaq istəyirlər, amma həyatlarını təhlükəyə atırlar. Və bir çox hallarda belə yerlərdə çalışan vətəndaşlar əmək müqaviləsi olmadan çalışırlar, həyatlarını riskə atırlar, amma sonda da belə faciəvi hadisələr baş verir ki, belə olanda da onların ölümünə görə, onların həyatını itirməsinə görə kimsə də məsuliyyət daşımır. Çünki adamlar gəlirlər burada günəmuz çalışırlar. Və digər bir təhlükəni göstərmək istəyirəm. Arif, zəhmət olmasa göstər. Buradakı elektrik naqillərinə fikir verin. Elektrik naqillərinin üstü açıqdır. Hər an bir, belə deyək də, balaca bir toxunuş insanın həyatının sonu ola bilər, faciə ilə bitə bilər. Və bir çox daş karxanalarında vəziyyət belədir. İşçilər çalışırlar, amma onları çalışdıranlar var ki, onlardır buna görə məsuliyyət daşıyanlar. Normal iş şəraiti təmin olunmur həmin o burada çalışan işçilərə, fəhlələrə və sonda da belə. Burada bulan qaldıqlar yerdir, qidalardır, müəyyən çörək qidalar və digər qida məhsulları var ki, bilinir ki, adamlar burada işləyirlər, çalışırlar. Fikirləşəndə, baxanda, müşahidə edəndə təhlükəni hiss etmək mümkündür də. Burada çalışan işçi, fəhlə, usta fərq etməz. Daş daşıyır, gəzir, dolanır və bu naqilə toxunsa faciəni təsəvvür etmək çətin deyil. Bəli, texnikaya yaxınlaşaq, Arif, zəhmət olmasa. Bəli, belə qurğulardır. Hazırda Sovet dövründən qalma qurğulardır ki, hazırda Bakıdakı və Abşeron yarımadasındakı karxanalarda istifadə olunur. Vaxtı bitib, istismar müddəti bitib, istifadə yararsızdır bəlkə, amma sahibkarlar, iş adamları bu texnikalardan, qurğulardan istifadə edirlər, vətəndaşları, işçilər çalışdırırlar və sonda da faciə baş verir və deyirik ki, belə. Və bir daha qeyd edirəm, araşdır və aidiyyəti qurumların bu sahədə çox ciddi araşdırmalarına ehtiyacı var. Çünki biz də dəfələrlə televiziya vasitəsilə bu barədə məlumat veririk ki, aidiyyəti qurumlar bu sahələrdə bir ciddi araşdırma aparmalıdır ki, burada çalışan işçilərin əmək müqaviləsi varmı? Vətəndaş çalışırdı burada, Cəlilabad rayon sakini 65 yaşlı Rabil Zərbəliyev dünyasını dəyişdi. Və həmin o Rabil Zərbəliyevin dünyasını dəyişməsinə görə, ölümünə görə kim məsuliyyət daşıyacaq və yaxud daşıyırmı? Belə faktlar araşdırılmalıdır. Abşeron rayonunun Daş Güzdəy qəsəbəsində yerləşən karxanada 1961-ci il təvəllüdlü Rabil Əskəroğlu Zərbəliyevin iş zamanı xəsarət alması və nəticədə həyatını itirməsi barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumatlıdır. Hazırda qeyd olunan hadisə ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.